Bugün Əhl-i-Beyt gizlin ağlayırdı Həzrət Fatiməyə. Əleyhissalam Zeynəbə tapşırdı, qızım səslə ağlama. Alacaydı, qız uşağı idi, anasını itirmişdi. Xanım Zeynəbə tapşırırdı ki, soruşsalar birdən ananın qəbri hardadır, heç kəsə demə, qızım. Layiq deyildi elə dəfn olunsun Peyğəmbər qızı. Niyə gecə qaranlığında qəbrə gedir? Bu gecə o adamsız, qərib, məzlum Əli Fatiməni dəfn eləməyə aparır. Bir güclə cənazəni aldı uşaqların əlindən. Çıxardır, gedir bir də görür Zeynəbin ağlamaq səsi gəlir. Harada görünüb ki, gecə getsinlər, gecə hamı evinə qayıdır, hara gedirsən ona? Aparır, dəfn eləyir 4 nəfərlə, 7 nəfərlə yazırlar. Qalıca yazır ki, gözündən sel kimi birdən-birə yaş axmağa başladı. Dərdini kimə desin bu məqamda? Üzün dolandırdı Peyğəmbərin qəbrinə. Salam olsun sənə ya Rəsulallah, salam olsun sənə məndən və sənin sevdiyin qızımdan, gözünün nurundan. Mən heç nə deməyəcəm ya Rəsulallah, qızımdan xəbər al neynədilər. Salman deyir, gördüm ki, sözü var Fatiməyə. Yanındakı sahabələrdən çəkilin, xəlvət eləmək istəyir Fatimə ilə. Deyir, çəkildi, gördü, özünü saldı Fatimə Zəhranın qəbrinə. Bunu Həzrət Əli deyir. Tək qalmışam, sevdiyimin qəbrinin üstündəyəm. Fatimə, olmamışdı axı mən səni çağıram, cavab verməyəsən. Necə cavab verəsən bir hal?